أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Qolmuş şeytanın şərrindən Allaha sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onların pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz. Hər birinizi xoş gördük. Qur'anın qiraət tarixi dərsində 22-ci dərs, bugün 27 fevral 2026-cı il. Danışıq müəyyən məlumatlar verdi. Quran qiraətinin mərhələsindən 12 mərhələ danışmışıq və mən məlumatlarla kənarında verdik. Çox ağır dərs deyil, bildiyimiz kimi. Sadəcə olaraq Quranla ünsiyyət, Quran-ı Kərimin tarix boyu əmələ gəlməsi və onun nə cür yazılması baxımından lazımdır biz bunları bilək. Və burada məsələn müxtəlif kitabları var, müəllifləri var, alimlərin adları var və onlar hamısını qeyd eləmirəm. Əsaslar ki, bizə lazım olanlar, düz onlar lazım müəyyən səviyyədə, mütəxəssislərə, məsələn kitab mütərcimi olmaq istəyənlərə, amma bilirlər ki, bizə uyğundur və burada hamını mən zehni nəzərə alıram. O cəhətdən də əsasları sizə mən deyirəm. 13-cü mərhələ, Quran-ı Kərimin qiraətində 13-cü mərhələ. Yəni, Peyğəmbərin dövründən ta bu günə qədər ki, Quran-ı Kərim oxunub, müəyyən mərhələlər keçib də, keçid dövrləri var. Hər bir sahədə keçid dövrləri var. Bu Quran-ı Kərimin qiraətində də keçid dövrləri oldu. Biz 12-sini oxumuşuq. 13-cü. Qiraətlərin araşdırılması və onlar barəsində dəlillər, sübutlar. Qiraətdir, bu kəlmə deyirlər, belə oxunmalıdır, düzdür. Bunu araşdırırlar ki, həqiqətən də belə oxunmalıdır və bu barədə müəyyən bir dəlillər ortaya qoyulma dövrüdür. Ki, həqiqətən bu kəlmə var yoxsa yox ərəb dilində, bu nə bilim, belə oxunub Peyğəmbərin dövrün və ilaxır. Kəlmə haqqında təhqiqat bölməsidir. İbn Mücahid ki, demiş ki, qiraat-ı səba'a 7 dənə qiraət kitabını yazdı və 7 dənə qarini seçdi. Demiş ki, niyə görə 7 rəqəmi yazı gəlir? Yaxşı bir taktik idi əslində. İnsan bəzən addım atanda niyəsə nəzərə almalıdır. Ki, sanki bir növ cəmaat buna qarşı çıxmasınlar deyə o əhruf-ı səbə vardı, 7 hərf. Cəmaat düşünürlər ki, belə bir hədis var və 7 qiraət deməkdir, bu 7 hərf, 7 qiraət deməkdir və İbn Mücahidin də məhz 7 rəqəmində nə 6, nə 8 məhdudlaşdırılması, nə çox, nə az etməsi bunlar bir növ sükut verdi. Bunlar bir növ sakitləşdirir bunları. Düşünürlər ki, bu İbn Mücahidin 7 qiraət ortaya çıxartması və o qədər qarilər içərisində məhz 7-sini seçməliyi o əhruf-ı səbə 7 hərf rivayətinə əsasəndir. O ki, düzdür də Peyğəmbərin 7 hərf məsələsini 7 qiraətdə toplayır. O üçün məhz 7 rəqəmin götürdü. Deyir, bundan sonra deməli qiraat-ı şazə demiş ki, şazı nə idi? Qeyri-məşhur. Məşhur olmayan rivayətləri kənara qoydu. Yəni, doğru rivayətlər ortaya çıxarılan, qiraətlərin hamısı araşdırıldı. Hansı ki, doğrudur, 7-si oldu. 7-si bəlli olandan sonra ki, bunlar daha etibarlıdır, daha mükəmməl oxunuş tərzləridir, daha doğru, mükəmməl, yəni bu 7 dənə o yerdə qalan məşhur olmayanlar nisbətdə düzgün qiraətdir. Bir-bir nisbətdə yox. Çünki bir-bir arasında bunların var ziddiyyət. Bu öz yerində. Onlara baxanda, məşhur olmayan qiraətlərə baxanda bu 7 qiraət seçildi. Onların içərisində ən doğru qiraət. Bunlar təyin olandan sonra baxdılar ki, deməli yerdə qalanlar doğruluğa cavabdehlik vermir.
doğru qiraətlər olmur. Məsələn, yəni belə deyəm, məsələn 100 dənə qiraət növü vardı, araşdırdılar, 7-si doğru çıxdı. Yəni nə? O birisilər daha 90-cı etibarlı sayılmır. Sonra. Yəni bu kəlmənin, belə deyək, bu kəlmələrin lüğəti baxımından, sonra kəlmənin səs baxımından, kəlmənin səslənməsi baxımından da kəlmələr araşdırılırdı. Təkələ məna, məsələn, bu söz ərəb dilində var yoxsa yox, o öz yerində. Bunun mənası nədir? Ora qədər araşdırılırdı. Və bu barədə 2 kitab Əs-Səbə, bir də ki, Əş-Şəvaz. Deməli, bu adam İbn Mücahid 2 dənə kitab yazdı. Doğru və məşhur qiraətlər, doğru və məşhur qiraət olmayanlar. Bir ki, məsələn, bu kitabın içərisində doğru qiraət sözləri var. Bu kitabın içərisində isə doğru olmayan sözlər var. Bunu seçimi üçün insan bilsin ki, hansıdır, daha girinc olmasınlar. Bu barədə çoxlu kitablar ərsəyə gəldi İbn Mücahiddən sonra. Kifayət qədər adları var, müəllifləri var. Mən birini deyəcəm ki, birinci dilə bu yazdı İbn Mücahiddən sonra bu zəmində. Qiraətlərin doğru olması, hansı qiraət doğrudur, hansı qiraət doğru deyil, bu zəmində yazılan ilk kitab Əbi Bəkr Məhəmməd ibn Səri adlı bir şəxs oldu. İbn Mücahidin həm müasiri idi, onunla bir dövrdə yaşayan şəxs idi. Amma bu adam kitabın hamısını tamamlaya bilmədi, ömrü çatmadı. Fatihə surəsi və Bəqərə surəsinin müəyyən bir hissəni yaza bildi. Hər bir halda. Bu 13-cü mərhələsidir.